Deyirlər, gözlər qəlbin aynasıdır. Qaş və kiprik isə həmin aynanın çərçivəsidir. Qaşlar üzün ifadəsini, kiprik isə baxışların sehrini yaradır. Hər ikisinin sağlamlığı isə həm estetik, həm də tibbi cəhətdən vacibdir. Elə buna görə biz də müasir dövrdə xanımların daha çox istifadə etdiyi qaş və kiprik prosedurları haqqında araşdırma aparmışıq. Qaş və kipriyin hansı funksiyaları var? Onlara tətbiq olunan kosmetoloji prosedurlar hansılardır? Hansı prosedurlar daha zərərli olur? Faydalı kiprik qaş yağlarını necə istifadə etmək lazımdır? Məşhur qonağımız bu prosedurlardan niyə imtina edib? Qaş və kiprik ilə bağlı bütün suallarınıza cavab yaxşısı budur da. Qaş və kipriklər üz ifadəsini tamamlayır. İnsanın baxışlarını, duyğularını daha aydın göstərir. Onlar həm funksional, həm də estetik baxımdan çox önəmlidir. Belə ki, qaşlar tərin, yağışın və tozun birbaşa gözlərə axmasının qarşısını alır. Kipriklər isə toz, kir, kiçik hissəciklər, həşəratların gözə düşməsinə mane olur. Hər iki orqan gözlərin sağlamlığını qorumağa kömək edir, görmə qabiliyyətini təhlükədən uzaq saxlayır. Adicə, məsələn, alnımız tərləyərsə, qaşımızın üzərindən o tər yanlara doğru axır və bu da bir növ gözümüzdə qoruma funksiyasını yerinə yetirir. Kirpiklərimiz gözlərimizi qoruyur, bu funksiyaya malikdir. Əlbəttə ki, kirpik və qaş da bizim bədənimizin və estetikliyin ayrılmaz bir hissəsidir. Göz ətrafında kifayət qədər dəri nəmli olmalıdır, kifayət qədər qidalanmış olmalıdır. Ona görə ki, gözün ətrafındakı dəridə piy təbəqəsi yoxdur və çox həssasdır. Dəri öz-özlüyündə nazikdir. Göz ətrafı olan dəriyə qulluq 2 qat artıq olmalıdır. Yəni, bura çox diqqətli olmalıdır. Həm də qırışların yaranması mimiklərlə çox bağlıdır. Bir qədər mimikamıza da diqqət etməliyik. Həm də göz ətrafındakı dərinin keyfiyyətli, sağlam olması üçün bizdə ən önəmli yuxu rejimidir və bədənimizin sağlamlığıdır. Qanımızda olan dəmirin normal səviyyədə olmasıdır. Bu çox önəmlidir. Müasir dövrdə qaşlara tətbiq olunan prosedurlar özünə inam və cəlbedicilik hissi yaradır. Onlardan əsasən mikrobleydinq, laminasiya və boyama daha çox yayılıb. Laminasiya prosesi kimyəvi bir prosesdir. Yəni qaşa və kirpiklərə kimyəvi maddə çəkilir və ona görə də bunu qəbul etmək lazımdır. Çox ustalar təəssüf ki, bildirirlər ki, tərkibində 0 kimya maddə var. Bu bir qidalandırıcı prosedurdur. Xeyr, qidalandırıcı prosedur deyil. Sadəcə olaraq gündəlik rutin həyatda istifadə etdiyimiz qaş gelləri, kirpik üçün tuşlar və yaxud kirpik qıvırıcılarının mexaniki zədəsi daha çox olduğu üçün belə bir prosedurlar ortaya çıxıbdır ki, həm gündəlik həyatda vaxtınıza qənaət edəsiniz deyə səhərlər işə və yaxud da rutin həyatınıza başlamamışdan öncə, həm də ki, mexaniki olaraq az zədələnsin kirpikləriniz və qaşlarınız. Ona görə də belə bir prosedurlar var. Qaşın forması sıfırdan dəyişilir. Yəni disulfid svəzlər deyilən bir toxumalar var. Yəni onlar parçalanır birinci məhsulla və ikinci məhsulla da bizim darıyıb sabitlədiyimiz formada, yəni tərkiblə əlbəttə ki, bu forma sabitlənir və artıq siz gündəlik həyatda gel və yaxud da digər istifadəçilərə ehtiyacınız olmur. Sadəcə daramaqla artıq siz o effekti alırsınız. Əlbəttə ki, keyfiyyətli məhsullar istifadə edərək heç bir zədə olmur. Qaşların tatuajın məsələsində bir qədər diqqətli olmaq lazımdır. Yəni, bu rəngin dəri altına yeridilməsidir. Və burada bir sıra risklər də ola bilər. Risklər infeksiya riski ola bilər, risklər allergik proseslər ola bilər. Ona görə də bu prosedura getdikdə mütəxəssisi düzgün seçmək lazımdır. Burada tatunun silinməsi, yeni tatu etdikdə, tatuaj etdikdə, qaşların tatuajı, burada köhnəni silmək lazım olur və burada da yenə də biz risklərlə, problemlərlə rastlaşırıq. Bugünkü gündə bizə müraciət edənlərin arasında o problemlərlə rastlaşanlar çoxdur. Bu tatu lazerlə silinir. Düzgün parametrlər qoyulmadıqda lazer aparatlarında burada bir sıra problemlər yaranır. Yanıqlar olur, suluqlar olur, şişkinlik, qızartı, çapıqlar da ola bilər və ona görə də burada da özünüzü qorumaq lazımdır və düzgün mütəxəssislərə müraciət etmək lazımdır. Sertifikatlaşdırılmış lazer cihazları olan məkanlara müraciət etmək lazımdır ki, heç bir bu kimi problemlərlə rastlaşmayaq. Müasir dövrdə insanlar görünüşlərinə daha çox diqqət yetirirlər. Xüsusilə qadınlar arasında qaşlara müxtəlif prosedurlar, mikrobleydinq, laminasiya, boyama çox yayılıb. Bu prosedurlar qaşların formasını düzəldir, seyrək yerləri doldurur və üzün ifadəsini daha cəlbedici edir. Düzgün və peşəkar şəkildə aparıldıqda
Onlar insanlara baxımlı, səliqəli görünüş bəxş edir. Amma bu cür prosedurların mənfi tərəfləri də var. Əgər gigiyena qaydalarına əməl olunmazsa, keyfiyyətsiz materiallardan istifadə edilərsə, dəri infeksiyası və allergik reaksiyalar yarana bilər. Bəzənsə süni və təbii olmayan görünüş insana yaraşmır. Mən onu tövsiyə etmək istəyirəm ki, xüsusilə gənc xanımlara bugünkü gündə sağlamlıq çox önəmlidir və sağlamlıq olmadan gözəllik bir qədər çətin başa gəlir. Düzdür, biz hər cür prosedurlar edə bilərik. Botulotoksin də edə bilərik, nəmləndirmə də, lazer prosedurları da, bunlar deyim ki, onda lazer prosedurları ən güclü təsir edən prosedurlar arasında sayılır. Bugünkü gündə top prosedurlardır. Amma yenə də daxili sağlamlıq çox önəmlidir və mənim tövsiyəm gənc nəsilə sağlamlıqlarını qorusunlar, çoxlu su içsinlər, qidalanmalarına fikir versinlər. Əslində qaş əkilməsi bir növ bu tük soğanaqları ki var, bunların necə ki saç əkilirdi, indi sadəcə məsələn baş bölgəsində aparılırdı o, indi onu qaş bölgəsində edirlər. Yəni istəklərinə görə insanlar bunu elətdirə bilərlər mütəxəssis tərəfindən, amma onun da əlbəttə ki bərpa periodu var. Bir sıra qulluq qaydaları var, iltihaplanma məsələləri var. Onlar sözsüz ki, indi mən şübhəm yoxdur ki, onu edən tutaq ki, həkim pasiyentinə daha öncədən məlumat verir, yəni bu olacaqlar barəsində və o tutaq ağırlaşma olarsa, hansısa bir təhlükəsi olarsa, bunları insanlar qəbul edib, bunları elətdirirlərsə, biz nə deyə bilərik? Nəticə etibarilə müasir dövrdə qaşlara edilən prosedurlar düzgün yerinə yetirildikdə faydalıdır. Amma insan hər zaman sağlamlığını və təbii gözəlliyini qorumağı unutmamalıdır. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Qaşlar emosiyanın ən güclü ifadə vasitəsidir. Elmə görə insan üzündə ən çox hərəkət edən hissə məhz qaşlardır. Hər bir insanın qaş forması unikaldır. Barmaq izi kimi tam eyni qaş forması olan ikinci insan yoxdur. Bu orqanın tükləri çox yavaş uzanır. Ayda cəmi 1 millimetrə qədər. Tarix boyu qaş dəbi dəyişib. Qədim Misirdə qalın və tünd qaşlar dəbdə olub. Orta əsrlərdə isə bəzən qaşları tamamilə qırxaraq yenidən çəkiblər. Müasir dövrdə xanımlar kipriklərinin gözəl görünməsi üçün laminasiya, lifting, qaynaq kimi prosedurlardan istifadə edirlər. Həmin prosedurların məqsədi kiprikləri daha qalın və uzun göstərməkdir. Düz, aşağı baxan və yuxarı baxan, yəni 3 növ kirpikləri olur. Ən ehtiyacı olan xanımlar əlbəttə ki, aşağı və düz uzanan kirpikləri olan xanımlardır. Çünki onlar çətinlik çəkir kirpikləri qaldırmaqla bağlı. Əslində laminasiya kimyəvi bir prosedurdur. Yəni burada sadəcə olaraq məhsulların keyfiyyəti var. Var məhsullar ekonom klassdır, orta və yüksək klass. Nə qədər yüksək klass məhsul olsa, o qədər də tərkibindəki kimyəvi maddələr zərərsizdir. Yəni hər bir gözümüzdəki tükün ömrü 3 aydır. 3 aydan artıq deyil. Ona görə də bildirirlərsə ki, sizdə bu prosedur 6 ay qalacaq, 1 ay qalacaq, bu bir yalandır. İnsan bədəni tərəfindən mümkün deyil. Ona görə də hər bir effekt maksimum 1 ay, 3 ay arası qalır. Çünki kirpik xəttimiz 3 ay ərzində tamına sıfırdan yenilənir. Kirpik qaynağı birinci sənətdir. Mütləq ki, hər bir müştəriyə individual yanaşmaq lazımdır. Və bəziləri təəssüf ki, kley və yaxud da kirpiklərdən düzgün istifadə etməyərək çoxlu diskomfort verirlər müştərilərinə. Və müştərilər də artıq qorxurlar kirpik qaynağından ki, kirpiyimə batır, incidir, gözümü yandırır, gözüm qızarır və s. və ilaxır. Əlbəttə ki, burada da texnika çox önəmlidir və professionallıq. Kleyin tərkibində sinakrilat deyə bir maddə var. Əsasən həssaslığı verən odur. O da nə deməkdir? Kley quruyanda kirpiklə orada bir buxar olur və həmin o buxar da gözünüzə yanmanı verən, yəni ora heç bir kley tökülmür və yaxud da zədə vermir. Həmin o buxarda yəni 1-2 saniyə uçur gedir. Əlbəttə ki, düzgün texnika olunsa, kleyin miqdarı düzgün olunsa, müştəriyə heç bir zədə yoxdur. Kirpik led qaynağı. Led qaynaq nədir? Led qaynaqda bayaq bildirdiyim sinakrilat maddə
çox cüzi bir miqdardadır. Yəni artıq qaynağa allergiyası olan müştərilər rahatlıqla led qaynağı edə bilərlər. Çünki led qaynağın tərkibində tsinakrilat az olduğu üçün və bu prosedurda buxarlanma az olduğu üçün müştərinin gözünə o qədər də təsir göstərmir və ona görə də bəzən 70% müştərilərdə müşahidə etdiyimə görə allergiya qayıtmır, yəni olmur. Rahat o proseduru eləyə bilirlər. LED-in fərqi digər qaynaqdan nədir? LED-də şəffaf kley, qara kley istifadə olunur və o kleylər yəni işıq dəyməmiş qurumur. LED-in kleyi yəni hava ilə təmasda yəni qurumur. LED-in kleyinin fərqi ondadır ki, mütləq ki ona UV 5 və ya 10 watt işıq dəyir prosedur zamanı və o işıqla təmasda saniyədə quruyur və ona görə də buxarlanma prosesi olmur. Çox rahat bir şəkildə olunur və təhlükəsizdir. Həssas gözləri olan xanımlara və yaxud da LED-in üstünlükləri ondadır ki, hətta prosedur daha tez bitir və qalıcılığı daha çoxdur. Təbii faktorlara, rütubətə daha da dözümlüdür. Hal-hazırda da gündəlik həyatda gördüyünüz kimi hamı həssas olduğu üçün, allerjik olduğu üçün texnikalar arasında LED daha da üstündür. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. İnsanların orta hesabla yuxarı qapaqda 150-200, aşağı qapaqda isə 70-100 kiprik olur. Hər bir kiprik təxminən 3-5 ay yaşayır, sonra tökülür və yerinə yenisi çıxır. Kipriklərin əsas vəzifəsi gözləri toz, kir və həşəratlardan qorumaqdır. İnsan bir dəfə gözünü qırpanda kipriklər hava axınını dəyişir və gözü tozdan qoruyur. Kipriklərin uzunluğu genetikdir, bəzən valideynlərdən miras qalır. Dünyada ən uzun kiprik Çinli qadın Yo Jianxiaya məxsusdur. Onun kipriyi 12,4 sm uzunluğundadır və Guinnessin rekordlar kitabına düşüb. Kosmetoloji metodlardan biri də kipriklərin boyadılmasıdır. Təbii kipriklər xüsusi boya ilə qaraldılır. Bu, əsasən açıq rəngli kipriklər üçün daha uyğundur. Bu prosedurun qalıcılığı 3-4 həftə olur. Mən məsləhət görərdim ki, ümumiyyətlə eləməsinlər. Ona görə ki, gözün seyirlikli qişasına daha yaxındır. Yenə də dediyim kimi, əgər boyalar keyfiyyətli deyilsə, bu da bir sıra problemlər yaradır və həm burada kipriyin çıxmasına da təsir edir. Toxuma zədələnir. Artıq orada zədə almış olur. Kipriklərə edilən müasir prosedurlar baxımlı görünüş yaratsa da, düzgün icra olunmadıqda bir sıra zərərləri ola bilər. Düzdür, biz bunu etməyin deyə bilmərik. Söylədiyim kimi ən başından bir növ bu estetikaya girir və dünyada da tətbiq olunur. Sadəcə etdiriləndə, belə deyim də, həssas toxunulacaq məqamlar vardır ki, mütəxəssis tərəfindən olunsun. Orada istifadə olunan ləvazimatlardır. Tutaq ki, o kleylər olur və s. olur. Onların keyfiyyəti məsələn daha üstün olsun ki, toksiki təsirləri olmasın. Adicə bu kiprik laminasiyasından belə bizə müraciətlər olur. Gözlərdə hətta çox aşırı yanma hissiyatı olur, çox güclü qızartılar olur ki, bu hallarla bizə laminasiya prosedurundan sonra müraciətlər edirlər. Çox ehtiyatlı olmaq lazımdır əslində bu prosedurlar icra olunduqda da belə. Gözlər bəzən reaksiya verə bilir. Yəni çünki bildiyimiz kimi orqanizmin individuallığı fərqlidir və hər hansı bir qoxuya belə həssaslıq fərqlidir. Adicə saç boyasında belə bəzən insan gözüncə sulana bilir. Yəni o da düşün olsun göz və kiprik gözə ən yaxın olan bir nahiyə. Digər biri isə vurğuladınız siz kiprik bu qaynaqları. Qaynaqları hardasa bir qədər tərcihli deyildir. Məsələn, oftalmoloq olaraq mənə sorsanız, qaynaqları mən məsləhət görməzdim və bu kiprik dibinə o aparılmış bu prosedurlar bu quru göz sindromunu daha da artırır. Artdıqca da gözün diskomfortu artmış olur. Bir də blefarit xəstəliyi dediyimiz bir xəstəlik var. Bu nədir? Kiprik dibinin iltihaplanması. Çox insanda da bu xəstəlik var və bu xəstəliyi olan şəxslərdə isə kiprik bu qaynağı əkilməsi falan belə şeyləri isə heç tərcih etməlik. Ona görə mümkün olarsa bir göz müayinəsindən də keçmək yaxşı olar ki, bir ümumiyyətlə kiprik dibində vəziyyət necədir? Orada yağ ləzlərinin disfunksiyası varmı, yoxdurmu? Əgər elə bir xəstəlik varsa heç ümumiyyətlə onları tövsiyə etmirik. Kipriyimizin dibində yağ və piy vəzləri vardır. Hansı ki, bu bizim gözümüzün
sağlamlığında bir rol oynayır. Yəni biz gözümüzü yumuruq, açırıq. O kiprik dibindəki yağ vəzlərinin normal funksiyası olmalıdır ki, gözümüz yaxşı, yetəri qədər yağlansın, qurumasın. Kirpik qaynağı zamanı ustaların mütləq riayət etməli olduqları məqam odur ki, kley qəti şəkildə kirpik dibinə yaxın məsafədə yapışdırılmamalıdır. 0.5 1 mili məsafədə yapışdırılmalıdır. Çünki nə qədər kley dəri ilə təmas etsə, o qədər də allergik reaksiyası və yaxud da həssaslıq yüksəlir müştəridə. Formaldehid tərkibli kleylərin istifadəsi prosedurdan sonra çox böyük problemlərin yaranmasına gətirib çıxarır. Bugünkü gündə yenə də müraciətlər çoxdur. Pasiyent gəlir, deyir ki, doktor, dünən prosedur etmişəm, səhər gözlərim açılmırdı. Yəni, həmin o tərkibində formaldehid tərkibli konservatlar olan kleylərdən istifadə etdikdə yenə də allergik reaksiyalar, yenə də qızartı, şişkinlik, gözdən suyun axması kimi problemlərlə rastlaşırıq. Bu prosedurları etdikdə ümumiyyətlə bir qədər fasilə vermək lazımdır. Yəni bugün gənc xanımlar 3 həftədən sonra, 4 həftədən sonra həmən gedir ikinci proseduru 3, 4 və s. eləyir. Amma bu zaman öz kiprikləri də tökülür. Ona görə də çox diqqətli olmaq lazımdır ki, bir qədər ara vermək lazımdır. Bu ara 1 ay, 3 ay arasında olmalıdır ki, təbii kipriklər özünü bərpa edə bilsin. Eləcə də laminasiyalarda ardıcıl olaraq təkrar etmirik, müəyyən fasilə veririk. Yoxsa dediyim kimi kipriklər hamısı tökülür. Artıq bildik ki, kiprik prosedurları yalnız peşəkar ustalar tərəfindən təhlükəsiz və keyfiyyətli materiallarla aparılmalıdır. Ən əsası təbiilik və göz sağlamlığı hər zaman birinci yerdə olmalıdır. Əks halda zərər görənlərdən olacaqsınız. Bu dəfəki araşdırmamızın məşhur qonaq rubrikasında sevilən və öz performansı ilə daim seçilən Nərmin Kərimbəyevadır qonağım. Hop hey la la la. Necəsiz Nərmin xanım? Möhtəşəmsən. Daima dedim performansıyla seçilən və pozitiv ilə seçilən Nərmin. Bugün nəsə sizi gördüm, komandanızı sevirəm deyə. Nəsə çox rahat oldum həddindən artıq. Biz də sizi çox sevirik. Çox sağ olun. Və sevinirik ki, bu günləri elə bu mövzuda da qonağımız siz olmusunuz. Hər hansı mövzu olursa, yəni hər hansı mövzu olursa sizinlə həm söhbət olmaq maraqlıdır. Ona görə də böyük məmnuniyyətlə təklifinizi qəbul etdim. Fərqi yoxdur, danışaq. Danışaq. Mövzumuz kiprik və qaşlara müasir dövrdə xanımların etdiyi prosedurlardır. Bəli. Nərmin xanım biz eləmədiyimiz prosedurlardan danışacağıq. Bəli, siz eləmirsiniz. Biz müsahibə öncəsi də sizlə danışdıq. Dediniz ki, buna qarşısınız. Necə oldu bu baş verdi? Çünki efirdə olan, daim səhnədə olan adamlar daha çox çalışırlar ki, bu prosedurlardan istifadə etsinlər. Çünki can rahatçılığıdır deyirlər. Bəs sizə görə nəyə görə istifadə etmirsiniz? Məncə can rahatlığı deyil. Birincisi, baxır da nə edirsən. Kleyla məsəl üçün mən hər cür kiprik taxa bilirəm və taxıram da. Səhnə üçün, axşam çıxışları üçün. Müvəqqəti, bəli, bir neçə saatlıq. Xüsusilə çəkilişlərdə onların çox abartılı forması var. Onu adi həyatda geyinmək, ümumiyyətlə istifadə etmək rahatsızdır. Amma çəkiliş bir başqa həyatdır və ona hər şey uyğundur. Ora hər şey etmək olar. Lakin bu müvəqqətidir. Bu sırf o görüntü üçündür. Və xüsusilə mən böyük çəkilişlərdə, klip çəkilişlərdə filan hər cür dondan dona girirəm, belə deyək, çox dəyişirəm. Qaşı dəyişmək də olar, qaşı tam rəngləyib, rəngini yox etmək də olar. Amma müvəqqəti də bunlar. Hər şey müvəqqəti. Onlar sırf səhnə üçün, onlar sırf performans ya fotosessiya üçün, sırf yaradıcılığı göstərmək üçün. Amma bir təbii insan olduğu üçün və ümumiyyətcə özümü dəyərləndirdiyim üçün mən hesab edirəm ki, bu bundan irəli gəlir. Mən başa düşürəm ki, mənim kipriyim də, qarşım da özümə məxsusdur. Və mən onu qorumağa çalışmalıyam. Çünki zaman ötdükcə, yaş ötdükcə, həm ətraf mühit, həm hansısa xəstəliklər, hansısa gözlənilməyən təsirlər, onlar hamısı xarici görünüşə, saça, kipriyə, qaşa çox təsir edir. Faktdır. Hər kəsə təsir edir. Və niyə biz bundan qaçaq deyək? Yox. 90 yaşında, 70 yaşında, 80 yaşında olan insanın kipriyi qaşı 20-30 yaşında olan insanın kipriyi qaşı ilə kimi, yəni eyni şəkildə deyil və bu təbii bir prosesdir. Ona görə də onu maksimum qorumaq lazımdır zaman keçdikcə xüsusilə. Ona görə də hər bir prosedura, xüsusilə də qaşlara məncə bunu şamil edərdim. Bir müddət yaxın qohumlarımdan, həm yaşıdlarım var, hər şey sınayırdılar. Mənə də deyirdilər, sən niyə eləmirsən, nə adamsan elə. Və mən fəsadlar gördüm hər kəsdə. Ən azı illərlə o
tatuaj kimi, tatuaja bənzər müəyyən prosedurlar çoxdur. Bəli. Yerləri qalır, çapıqlar olur, rəng qalır üzdə. Mən təsəvvür edirəm ki, mən burada rənglə gəzəcəyəm. Yəni məsəl üçün göy ya qırmızı bir rənglə gündəlik həyatda. Bu mənim üçün dəhşətdir. Güzgüyə baxıb onu görəcəydim. Səbəbindən bilməyəcəydim nə edeyim ki, mən bunu hər gün niyə üstdən kraska vurub. Elə günlər var ki, mən ümumiyyətlə makiyaj eləmirəm, dərim dincəlsin deyə. Hesab edirəm bu doğrudur. Fikirləşirəm ki, bayağılığa görə də biraz da qaçmısınız bundan. Çünki bir müddətdən sonra həmin o olunan prosedurlar öz keyfiyyətini itirir deyim, yoxsa rəngi solurmu deyim. Bəli. O qədər də yaxşı görüntü Tatuajlar, olmur. bəli, onlar o çox pis təsir eləyir mənə. Onlar müəyyən müddət getdikcə sən onu təzələməlisən. O da ki, heç dəbdəndir çıxır axı. Bəli. O dəb yoxdur artıq. Və ona görə deyirəm, nə yaxşı keçini eləmədim. Ay şükürlər olsun. Bəs qaşa və kipriyə deyirlər ki, təbii vasitələrdən də istifadə etmək lazımdır. Siz deyirsiniz ki, yaş artdıqca istər-istəməz qaşlarımızdan da oluruq, kipriklərimizdən də oluruq, seyrəlmələr olur. Amma bunun qarşısını almaq üçün müxtəlif təbii prosedurlar var. Bunlardan necə Nərmin xanım istifadə eləyir? Ara bir eləyirəm. Müəyyən yağlardan filan istifadə edirəm. Kiminsə məsləhəti ilə sınayıram. Bilirəm ki, pis bir təsiri olmaz. Bəzən deyirlər daha yaxşı olacaq. Xüsusi məsəl üçün bəzən olur ki, hansısa blogerlardan məsləhət görürəm ki, nəsə maraqlı bir Badam məlumat. yağı, gənə gerçək yağı. Bəli, paylaşıblar. Sınayıram, deyim ki, böyük bir nəticə görmüşəm, o qədər də yox. Ona görə deyim ki, mən sınadıqlarımdan hələn öz problemi var da. İlk öncə əgər sən saçla, deyək ki, kiprik ya qaşla problem yaşayırsan, onun kökünü öyrənmək lazımdır. Nədir onun kökü? Və çox vaxtı o sadəcə ətraf mühitin təsiri deyil. Çox vaxtı o birbaşa səhhətinlə əlaqədar olan şeylərdir. Əgər elədisə, daxildən gedən proseslərdir. Əgər elədisə, onda sən nə qədər yağ çəkdinsə, heç bir xeyri olmayacaq. Olmur da. Mən ümumiyyətcə 2 ilə yaxındır qaşıma ümumiyyətcə demək olar ki, özüm biraz yüngülvari toxunuş edirəm və heç nə icazə vermirəm eləsinlər. Çox sağ olun, minnətdaram sizə Nərmin xanım. Bu günləri bizim izləyicilərimiz də bildi və agah oldu ki, Nərmin xanım heç bir prosedurdan istifadə etmir. Qaşlara toxunmur ümumiyyətcə. Çox sağ olun, var olun. Dəvətiniz üçün minnətdaram, çox xoş oldu. Deyirəm, hər mövzuda, hər nə mövzu varsa sizinlə həm söhbət olmaq çox maraqlıdır. Yenə dəvət edin, hansı nə söhbət olsa bir xırdalayarıq. Çox sağ olun, var olun, minnətdaram. Qaşlar və kipriklər bəzən heç bir kosmetoloji prosedur olmadan da tökülür. Buna səbəb stress, hormonal dəyişikliklər ola bilər. Bəli, onun üçün də həyat tərzimizə fikir verməliyik, qidalanmamıza normal yanaşmalıyıq. Meyvəsi, tərəvəzi, tutaq proteindir, lipiddir. Bunları normal bir hizada qəbul edilməlidir. Bir də yuxu rejimi, stressdən uzaq durmaq, bunlar bizim ümumiyyətlə nəinki bütün orqanizmimizin sağlamlığının kökündə duran vacibli bir məqamdır. Ona görə məsləhət görürük ki, sağlam həyat tərzi keçirsinlər, qidalanmalarına riayət etsinlər. Amma indi dediyim kimi insan var ki, genetik olaraq onlarda saç seyrəkdir, erkən yaşlarda tökülür. Yəni buna görə də depressiyaya girməyə də ehtiyac yoxdur. Kiprik və qaşlar da saçlar kimi baxıma, qidalanmaya ehtiyac duyur. Onları qorumaq, gücləndirmək üçün bir çox təbii vasitələr mövcuddur. Bunlara badam yağı, zeytun yağı, gənəgərçək yağını misal çəkmək olar. Badam yağı vitamin E ilə zəngindir. Kiprik və qaş tüklərini qidalandırır. Hər axşam yatmazdan əvvəl pambıq çubuqla qaş və kipriklərə az miqdarda çəkmək kifayətdir. O, tüklərin tökülməsinin qarşısını alır, onları qalınlaşdırır. A-E vitaminidir, bu istifadə oluna bilər. Yəni kərçək yağıdır, tutaq tükünün artırılması üçün bunlar istifadə oluna bilər. Amma söylədiyim kimi onlardan da elə bir tam da güvənib, yəni 100% nəticə alacaqlarına çox da bir ümid etməsinlər. Təbii yolla kiprikləri uzatmaq olur, bəli. Serumlardan mən daha çox məsləhət görürəm istifadə eləməyə. Çünki serumların tərkibində çox yağ tərkibi olmur. Yağ tərkibləri məsləhət görmürəm, çünki məsamələri doldurur. Özüm də o problemi yaşamışam saç tökülməklə bağlı, yağlı baxımlardan sonra. Ona görə də yağlı tərkib məsləhət görmürəm. Serumları məsləhət görürəm, amma ki, hormonal tərkibi olmasın. Hormonal tərkibli serumlar gözün özünə də zərərdir və göz ətrafı dəriyə də. Unutmayın, göz ya da göz qapağının içinə yağ düşməməlidir. Təbii olsa belə, hər hansı yağı istifadə etməzdən əvvəl allergik test aparmaq vacibdir. Bunun üçün az miqdarda yağı bilək dərsinə çəkmək lazımdır.
Türkiyə çarələrdən belə çox ciddi fəsadlar ola bilər. Məsələn, elə mənim öz iş təcrübəmdə qarşılaşdığım hal olubdur. İnsan təbii balı gözünə damcı şəklində istifadə etmişdir. İndi kim üçünsə dedi, ay qonşum istifadə etdi, gözüm işıqlandı, yaxşı oldu, mən də elədim. Amma gəlmişdi göz yanığı ilə. Gözünün ön təbəqəsi buynuz qışa dediyimiz orqan var. O hissədə yanıq var idi. Ona görə o, yəni gözün içərisinə olacaq xüsusilə təbii də olsa bal bildiyimiz qədər çox xeyirli tərəfləri vardır balın, çox xeyirlidir, amma yan təsirləri də ola bilər. İnsan özünü sevməlidir, Allahın yaratdığını sevməlidir və müdaxilələri çox da etdirmək həm sağlamlığa da ziyandır, psixologiyaya da ziyandır. Ona görə mən tövsiyə etməzdim təbii ki. Son olaraq qeyd edim ki, qaş və kipriklərinizi yatmazdan öncə darasaz, həmin layihədə olan tük follikullarınızın qanla təchizatı yaxşılaşacaq və beləliklə uzanması sürətlənəcək. Gələn həftə yeni araşdırmamızla evinizin qonağı olmaq diləyi ilə. Hələlik!